Azərbaycan Dövlət Filarmoniyasının binası sükuta qərq olmuşdu. Bu sükutun fonunda isə həzin kaman səsi ürəkləri sızladırdı. Hər kəsin gözündə kədər xalq artisti Habil Əliyevlə vidalaşmağa gəlmişdi. Hər insana nəsib olmur öz musiqisinin sədaları altında xalqı ilə vidalaşmaq. Bu da Habil Əliyevin ustalığının, dahliyinin göstəricisidir. Vida mərasimində baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, nazir müavini Ədalət Vəliyev, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, mərhumun sənət dostları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Elə bir dənə onu deyirdi ki, mən son mənzilə qiymətli yola salın. Heç ona da ehtiyac olmadı, özləri hər şey sağ olsun, prezidentimiz, xanımımız balnisiyaya girəndən 20 gün onun 12 saat, 24 saat həkim oldu yanında, 24 saat ona qulluq elədilər. O mənim üçün sirdaş, dost, soratı idi. Yəni bu üçü də var idi onda. Mənim üçün çox ağır bir itkidir, şəxsən mənim üçün. Qəlbimdə, ürəyimdə onun daim yeri qalacaq. Mərasimdə çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev bildirib ki, bugün Azərbaycan mədəniyyəti böyük musiqi xadimini itirib. Habil Əliyev özünə məxsus ifaları ilə Azərbaycan musiqisində yeni səhifə açıb və bu səhifələr bugün tarixə qovuşur. Stat. Prezident İlham Əliyev Habil Əliyevin vida mərasiminin ən yüksək səviyyədə keçirilməsi üçün tapşırıq verib. Habil Əliyevin xatirəsi onu tanıyanların, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Allah rəhmət eləsin. Statın sonu. Habil Əliyev kamançanı müşayiət alətindən sola alətə çevirərək eşitmədiyimiz səsləri, ən gözəl tembrləri bizə göstərdi deyən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Habil Əliyevin Azərbaycan ifaçılıq sənətinə gətirdiyi yeniliklərdən danışıb, onu böyük sənətkar kimi dəyərləndirib. Böyük ustadı uşaqdan böyüyə hər kəs sevirdi. Sadə insanlar belə onun şəninə şeirlər qoşur. Çal Habil, çal, belə çalsan, kaman dirildər saramı, deyə ürəklərdən gələn sözləri misralara düzürdülər. Öz peşəsinə fədakarcasına bağlı olan böyük sənətkar Azərbaycan musiqisinin dünyanın müxtəlif ölkələrində təbliğ edib. Habil Əliyev Seygah, Bayatı Qacar, Bəstənigar, Bayatı Şiraz, Rahab, Bayatı Kürd, Cahargah, Raz, Zabul muğamlarına yeni kamança həyatı verib. İkinci Habil biz çox çətin tapa bilərik. Çünki o bütün ömrünü kamançaya həsr eləmişdi. Kamançamızı dünyaya tanıtdırdı və məktəb qoydu, getdi. Bütün kamançalar bu saatları, qabaq kamançaya qulaq asmaq olmurdu. Cızbız eləyirdi, qulaq asmırdı. Amma Habil gələndən sonra, Habil kamança çalandan sonra saatlarla Habilə qulaq asırdı. Bax, Habil belə bir adam idi. Xalqın, milli musiqi mədəniyyətimizin sərvəti sayılan Habil Əliyev bugün əbədiyyətə qovuşdu. Millət, bax, içəridəki millət onunla son vidaya gəlmişik. Bugün həqiqətən Habilin dəfn olduğu torpaq da bizim üçün əziz olmalıdır. Bax, bu səs bir də canlı olaraq biz bunu eşitməyəcəyik. Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəslədiyi 15-dən artıq mahnı bugün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Haçan hamımızın səsi susacaq. Amma belə şərəflə ölüm qismət olsun. Biz də belə sevə-sevə yola salsınlar. Yeri cənnətdə olsun. Gözəl, sadə insandır. Belə adam yoxdur. Görəsən bizə düzümüzü, səhvimizi kim deyəcək indi? Sevirdik onu. Allah deməli bizdən çox sevdi onu. Özü ona şərəfli həyat bəxş etdi, yaşatdı. Sonra da götürdü, ən yaxşı yerə apardı özü ilə. Hamımız ora gedəcəyik, amma necə gedəcəyik o da var. Yeri cənnətli olsun. Qulağımız həmişə onun səsini axtaracaq, eşitmək istəyəcək. Xatırladaq ki, 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olan Habil Əliyev 2015-ci ilin sentyabrın 8-də bu dünyadan əbədilik köçdü.
Vida mərasimindən sonra mərhumun cənazəsi yaxınlarının, Habil sevərlərin, yüzlərlə insanın müşahidə ilə dəfn olunmaq üçün 1-ci fəxri xiyabana aparıldı. Müsahibələrinin birində Habil Əliyev demişdi, kaman mənim qanadımdır. Məhz bu qanad da onu bütün dünyaya tanıtdı. Bugün isə yaxınlarının, dostlarının çiyinlərində son mənzilə yola salındı. Sustu Habilin kamanı. O yalnız yaddaşlarda və bir də arxivdə, yəni lent yazılarında qalacaq. Allah rəhmət eləsin. İlahə Vəliyeva, Əjdər İbrahimov, APA TV.